Salam aleyküm güzel insanlar. Bugün size paylaşacağım video deməli gördüğünüz kimi bu vaksilindi. İnşallah göyərçinlərə vurulacaq bu. Deməli vurulma qaydasını sizə göstərəcəm. Sizdən xahişim odur, YouTube kanalıma abunə olub mənə dəstək olun. Çünki əziyyətimiz boşa getməsin. Xahiş edirik videoları bəyənin. Videoya baxış sayı da çox zəifdir. Videoları bəyənin. Bu çox gözəldir. Qiymətini də deyəcəm sizə. Vurulma qaydasını deyəcəm. Mən sizə göstərim. Fırsatçı olduğum üçün gecə çəkirəm. Gündüz vaxtım olmur, işdə oluram. Gördüyünüz kimi qramları da yazılıb üstünə neçə qram vurmaq lazımdır. Deməli çox adam elə bilir ki, bu məsələn yarım qram, 1 qram. Bax 1 qramın işbirisidir. Ünsülün işbirisi. Bunu siz necə vura bilərsiniz quşa? Bax 30 millimdən 30-dan 31 quşa, 62 quşa, 93 quşa vurursunuz. Vəssalam, çətin bir şey yoxdur burada. Bundan gözəl də bir şey yoxdur. Ziyanı olan bir şey deyil. Sadəcə çox da dozdan itirməyin, sonra quş piskinə düşər. Keçirik quşların yanına. İndi tək vuracağım, indi vuran yerdə zat bəzən çəkəcəm. Bu da bizim vuracaq quşlarımız. Gördüyünüz kimi balaları da vuracağım. İki quşları da vuracağım inşallah. Bir tane bala var. Hal-hazırda dənə düşən. Qalanı da düşəcəkdir. Qalanı da yumurta üstündədir. Bir vurub çıxaracağım buradan çölə. İnşallah Allah'ın izniyle. Deməli, izah eləmək istədiyim şey nədir sizə? Telefon göstərsə. Bu iğnə ilə bu dərmanı biraz çətin çəkir, yəni çox vaxt aparır. İstəsəniz bu 1 qramlıq, 2 qramlıq şibesindən çəkib vura bilərsiniz. Çünki bunun ucu nazikdir, çox ağır çəkir. Mən məcbur çəkib vuracağım, çünki başqa iğnə ilə vurmaq istəmirəm. Bunların ucu az nazik oldu, quşu zədələməsin deyə. Gözləyə səbirlə çəkib vuracağım o quşa. İnşallah eləyəcəm quşu. Quşlara vuracağım. Mən indi belə qərara gəldim ki, 30 vurmayacağım, çünki vaxt çox gedəcək. 20-20'den vuracağım kuşlara. 20'den vuracağım. Bir kuşa 40 gram, 2 kuşa, 63 kuşa, 84 kuşa, 105 kuşa. 100 tanesi 5 kuşa vuracağım. Hoş bakın. Belə. Başladık vurmağa. Şimdi başladık bu kuşumuza. Ətinə keçirmişəm iğnəni. Baxın. Çətin olsa da belə göstərə vururam. Biraz ağır iğnədir. Çox ağır. Yəni yavaş yeridin kuşa. Kuş incitməsin. Bax belə, çox ağır iğnədir yəni. Belə. Bəs eləyir. İndi burasına vurdum. Şişdi. Bu biri. Gördüğünüz gibi ikinci kuşumuzda. 60 50 böyle 2 millidən bir vuracağım. İnşallah. Teşekkür ederim. Kiminlə sual olsa yazar. Buna da vurdum hal-hazırda. Qalanlara da vuracağım 1-1. 6 dənəsinə vurmuşam.